Salamlar, mən uzman doktor Elgün Hacıyev, uroloq, androloq. Bugün prostat və prostat dərmanları haqqında danışacağıq. 40 yaşından sonra artıq yavaşdan-yavaşa prostatlarda hər zaman böyümələr olur və bu prostat böyümələrində biz hər böyüməni tədavi etmək məcburiyyətində deyilik. Təbii ki, bu prostat böyümələri 50 yaşdan sonra daha pik səviyyələrə çıxır və bizdə prostat şikayətləri yaradır. Hansı ki, tez-tez sidiyə getmək, gecələr sidiyə qalxmalar, sidik şırnağının təzyiqinin aşağı olmasıdır. Bunlar artıq demək olar ki, bilirik. Yaxşı, bu dərmanlardan hansıları bizim üçün uyğundur, onun haqqında danışaq. Biz əsasən prostat dərmanlarında iki növ dərmanlardan istifadə edirik. Birincisi alfa bloker dediyimiz, orada prostatdakı əzələləri yumşaldan dərmanlardan istifadə edirik. Burada da prostat əzələləri yumşadığı üçün sidik axarına olan gərginlik ciddi miqdarda aşağıya düşür və bizdə gecə qalxmalar, sidiyin şırnağıdır falan da çox daha yaxşılaşır. Bunu demək olar ki, 50 yaş üstündə prostat böyüməsi və buna bağlı şikayətlər olan hər bir bəyə verə bilirik. 3-4 gün içərisində də artıq dərman qəbulundan sonra pasientimizdə şikayətlərinin gerilədiyini, yaxşılaşdığını görə bilirik. Alfa bloker dərmanlar gözəlliyi bizə prostatı sürətli şəkildə yumşaldır, şikayətləri sürətli şəkildə yaxşılaşdırır və bizim cinsi gücümüzə də bir təsiri kəsinliklə demək olar ki, yoxdur. Tək dezavantajı bu dərmanları qəbul etdikdən sonra bəzən sperm miqdarında azalmalar və yaxud da boşala bilməmə hissi yarana bilir. Yəni çölə hər hansı bir sperm axımı olmur. Bu da ki, oradakı əzələlərin lazımdan çox genişləyib də anatomiyanın dəyişməsi ilə əlaqəlidir. İkinci dərman isə bizim 5-alfa reduktaz inhibitoru dediyimiz dərmanlardır. Bunlar dutasterid, finasterid tipli dərmanlardır. Bu dərmanlar daha çox bizim testosteron səviyyəmiz üzərindən öz işini görür. Bu dərmanları biz daha iləri yaşlarda istifadə edirik. Hansı ki, bəyin artıq cinsi gücü o qədər də önəmli deyil və daha radikal şəkildə prostatın müalicəsini istədiyimiz hallarda bu dərmana əl tuturuq. Bunun avantajı nələrdir? Bunun avantajı prostatı balacalaşdırma funksiyası var. Yəni digər dərmana əsasən bu prostatı uzun müddətdə balacalaşdıra bilir və buna bağlı da prostat şikayətlərində yaxşılaşmalar olur. Dezavantajı nələrdir? Dezavantajı bu dərmanı istifadə etdikdən sonra bəzən bəylərdə istəksizlik yaranır, cinsi zəiflik yaranır və buna görə də 50-60 yaş arasında əgər bəy çox cinsi aktivdirsə tövsiyə olunmur. Bunun da səbəbi bədəndə testosteron səviyyəsini müəyyən qədər aşağıya salır və digər dezavantajı isə bunu başladığımızda pasientimizdə yəni digər dərmandakı kimi həmən təsir gücü olmur və bu təsir gücü təqribən 4 ay, 6 ay sonra gəlir. Bəzi hallarda kombinasiya da edə bilir. Yəni həm birinci dərman qrupundan, həm də ikinci dərman qrupundan istifadə edərək prostat şikayətlərində daha effektiv nəticələr ala bilirik. Hansı dərman, hansı pasiyentə daha uyğun olub-olmadığını isə biz uroloqların vəzifəsidir. Bu mövzu ilə əlaqəli suallarınızı şərh bölməsində yaza bilərsiniz. Cavablandırmağa çalışacağam. Bunun kimi yararlı videolardan daha intensiv şəkildə xəbərdar olmaq üçün YouTube kanalımı bəyənməyi və təqib eləməyi unutmayın.